4 otaqlı, balkonlu ev axtaranların nəzərinə mən inanıram ki, bu ev qısa bir vaxtda satılacaq. Çünki həm ərazi olaraq da çox gözəl ərazidə yerləşir. Ev də olaraq maşallah həm kvadrat genişdir, həm maşallah kürsülü evdir. Yəni mən deyərəm bir iki daşda kürsü olsaydı 6 qaraj kimi də yəni istifadə etmək olardı. Padval rahatçılıqla boy verir. 2 sot yarım torpaq sahəsində tikilib. 4 otaq, 1 mətbəx, koridor, hamam ayaq yolu və balkondan ibarətdir. Sənəd torpağın da, evin də kupçası var. İpotekaya tam yararlıdır. Alıcıya bank pulu ayırıbsa maaşına uyğun. Yəni evin kupçası var, bankı salıb əldə edə bilər. Onu da qeyd etmək istəyirəm ki, bu ərazidə 3 otaqlı evlər də çıxır satışa. Evin yəni yaxınlığındadır. 85 min manatdan çıxır onlar. Yəni 3 otaqlı evlər 85 min manatdan satışa çıxır. Gəl mənim qardaşım, gəl daxil olaq. Günü-gündən inkişaf eləyən Məhəmmədli qəsəbəsindəyik. Maşallah Məhəmmədli qəsəbəsi sürətlə inkişafdadır. Yəni belə olmağı çox xoşdur, gözəldir. Mənim qardaşım daxil olaq evin qonaq otağına. Geniş, səliqəli, işıqlı, ürək açan. Gəl daxil olaq mətbəxdə də. Mətbəxdən də tanış olaq. Xanımlara doğma olan ərazi. Mətbəxdən balkona çıxışı da var. Və 3 yataq otağı mövcuddur. 3 yataq otağı. 1, 2, 3. Mənim qardaşım birini göstər. Otaqlar da genişdir. Yəni kvadrat həqiqətən genişdir. Pəncərə qarşıları açıqdır. Evə gün işığı rahatçılıqla düşür. Gəl, gəl. Yəni bunu da tez götürək. İkinci yataq otağı. Maşallah səliqəli, geniş. Üçüncü yataq otağı, yəni detski yataq otağıdır. Gəl mənim qardaşım. Evin sanitar qovşağını da götürək. Döşəməsi istipoldur. Dostlar, qiymət olaraq gördüyünüz bu səliqəli 4 otaqlı ev 105 min manatdan satışdadır. 105 min manatdan. Real alıcıya qiymətli endirim də olacaq. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Fikir ciddiliyi varsa mənimlə əlaqə saxlayın. Bax, maşallah təbiət buradadır. Oksigen buradadır. Bu ərazi Məhəmmədlinin hündür ərazisidir. Yəni burada qətiyyən nəmişlik yoxdur. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Hələlik.